Çox bəyəndiyin, sənin diqqətini çəkən bir insanın diqqətini çəkmək üçün əlinə gələn eləyirsən, amma onun diqqətini görməyə başlayanda sənin üçün hər şey bitir. Bu bir tərəfdən insani, digər tərəfdən travmatik bir hadisədir. Əgər bunu bir terminlə adlandıracaq olsaq, bu hedonik adaptasiyadır. Breakman və Campbell tərəfindən irəli sürülüb, onu ifadə eləyir ki, bütün insanlar, yəni insan psixikası xoşbəxtliyi gətirən yeniliklərə tez bir şəkildə adaptasiya olur və yeni xoşbəxtlik mənbəyi axtarışına keçir. Bu davamlı müşahidə nəticəsində ortaya çıxan və həqiqətən sübuta yetirilmiş bir anlayışdır. İnsanları iki qrup şəklində müşahidə eləyirlər. Bir qrup insanlar lotereya udmuş insanlardır, böyük məbləğdə lotereya udmuş insanlar. Digər qrup insanlar isə qəzada yaralanmış və hansısa bir orqanını itirmiş və yatağa məhkum olan insanlardır. Təcrübə göstərir ki, hər iki qrupa daxil olan insanlar da, çox böyük bədbəxtlik baş vermiş insanda, çox böyük xoşbəxtlik baş vermiş insanda müəyyən bir zaman keçdikdən sonra əvvəlki hallarına qayıdırlar. Əvvəlki xoşbəxtlik dərəcələrinə qayıdırlar. Əvvəllər bizə verilməyən sevgi və diqqət bizə verilməyə başlayanda biz təbii ki onu yeni və təsirli bir emosional təcrübə kimi qəbul edirik. Amma zamanla beyin bu duyğunu normal qəbul eləməyə başlayır. Daha əvvəllər acılıq duyduğu şey artıq daha əlçatan və gündəlik olmağa başlayır. Bu da duyğunun əvvəlki gücünü itirməyinə səbəb olur. Sevilmək əvvəlki qədər həyəcan verici deyil. Nə qədər bunun insani keyfiyyətlər olduğunu desək də, bu o demək deyil ki, bunu özünüz üçün normallaşdırmalı və həyatınıza gələn əvvəlcə çoxca diqqət gözlədiyiniz və o diqqəti aldıqdan sonra onu adiləşdirdiyiniz hadisə bu şəkildə də olmalıdır və siz hər dəfə yenilik axtarışına keçməlisiniz. Bu belə deyil. Xüsusilə şəxsi münasibətlər çərçivəsində bu tamamilə başqa cür olmalıdır. Şükranlıq duyğusu, çəkdiyin əziyyətləri özünə xatırlatmağın, bu diqqəti nə qədər çox istədiyini özünə xatırlatmağın lazımdır ki, dəyər biləsən, qiymət biləsən və sənə verilən dəyəri yerlə bir eləməyəsən. İndi sən cavab ver. Səncə doğrudan sevilmək istəyirsən, birinin səni həqiqətən sevməyini istəyirsən, ya egonun doymağını və onun da səni sevdiyini görəndən sonra müəyyən qədər o doyum hissini yaşayıb yenilik axtarışına keçmək arzusundasan? Ya da bu sualı daha az incitici şəkildə verəcək olsam, doğrudan da birinin səni sevməyini istəyirsən, yoxsa sadəcə onu əldə etmə prosesidir sənə xoş gələn?